Deməli uşaqlar, bu gün yenə məni etiketlədiyiniz videoya baxırıq. Son videoya gücündən bəla ilə 3000 like atdınız. Buna görə də yüngülvari gec gəldi bu video. Amma ki, bu videoya sürətli bir şəkildə 3000 like atsanız, mən də sürətli bir şəkildə 3000 like atacağam. Yox, sürətli bir şəkildə video gətirəcəm deyirəm və keçirəm. Görüm hələ bu səfər məni nətər insanlıq ayıbı videolara etiketləyibsiniz. Getdik. Bu arada 300 min olma yolunda bizə dəstək olmaq üçün kanala da abunə ola bilərsiniz. Bura çox açmıram axı. Bəndəli. Hayır, sen elvi qaldır. 0.25 çok. Nəysə, gəlirik buradan, aktivitəyə giririk, bahs edilənlərə giririk. Görək məni nətər şeylərə etiketləyiblər, görək bu insanlıq ayıbı videolar görək nədir də, yəni bu nədir başa? Anne ben nasıl doğdum? Seni leylekler getirdi oğlum. Annen yalan söylüyor. Biz annenle şakşuka yaptık. Uşaq şakşuka deməkdən nətər başa düşür? Şu an nə demək istəyir? Son zamanlarda bu hamam böcəyi bizdə nə? Tarakan deyim də. Hamam böcəyi əslində tarakan deyil də. Nəsə də tarakan videoları nəsə keşfətimdə çox var, çox zordular. Eləməyə davam edir, xahiş edirəm. Şit zarafatlar part 5. Kosmosda zarafat edəndə nə olur? Yersiz zarafat. Yaxşı yerə eşitmişdim. Ən ağıllı həşərat hansıdır? Bit. Çünki başa düşür. Bundan xoşum gəlir. Əli olmayan baba nə deyilir? Noel baba. Bunu da eşitmişdim. Gəncə işə girəndə nə olur? İş gəncə. Yaxşı zarafat da yerdir. Sən bir zarafat eləmə. Mənim zarafatlarımdan daha pis zarafatlar inanırsan mən. Azərbaycanlı bu şəxsi dünya necə tanıdı? Əslən Sabirabad rayonundan olan Krişad Rəşidzadə uşaq yaşlarında futbola həvəsli olsa da, maddiyyətə görə buraxmalı olur. 20 yaşlarında qardaşı Lətiflə İspaniyanın Madrid şəhərinə işləmək üçün getsə də, içindəki səsləri sustura bilmir və futbolçu olmağı qərar verir. Tez bir zamanda Manchester United, Real Madrid və digər böyük komandalarda oynayır. 2018-ci ildə Sabirabadda qardaşının toyuna gələrək Azərbaycanın necə sevdiyini göstərir. Səninlə fəxr edirik Krişad. Keçən səfər Ceyhun Sümənzadənin həyat hekayəsinə baxmışdıq. Bu səfər də Krişad Rəşidzadənin həyat hekayəsinə baxdıq. Rəşidzadə deyə bunu bəyənmədim. Yayda ömrümüzə girən o paz, o bitki. Bu nədir ümumiyyətlə? Yəni bu bitkinin adı nədir? Belə sümbül, sümbül desən sümbül deyil. Yəni nə bitkisidir tam olaraq yəni bu? Yayda ən çox satılan dondurma. Hansı dondurmaymış? Hə bu şey. Sən bilən söz deyim. Əvvəl bunun 20 qəpikliyi var idi. Hə, evdə 5 nəfər idik. 1 manata 5 dənə alırdıq. Doya-doya yeyirdik. Sən öldürürəm. İndi bu marojnalar belə 60 qəpik, 70 qəpik falan oluyor. Oh shit. Hindistanın gəlin gedən gözəlləmə make-up. Before after. Qabaq alıram. Görüm ətər dəyişsin. Dəyişməsəydi daha yaxşıdır. Bu qızın videolarını etiketləməyə mən bıraxmışdı. Deyəsən təzədən başlayırsınız. Aha, Megan videosu. Çox zor bir şey gələcək məncə. Of sənə zordur, sən öldürəm ya. Görürsən bu realdır. Buna bax elə. Çox zordur. Birinci çıxan sənə almasa C-dir. Bəs də la. Red Bull içməyin qaqa. Red Bull içməyin demişəm sizə. Red Bull içməyin. Mənim birində kim çıxır? İlahə, mən Red Bull al tez elə. Ha, hə də hə, baxaram onun qarası. Oh shit, Hilal Azədə deyil bu. Burada la. O günlərdə Hilal Azədənin də ilk videolara baxmışdıq. Ancaq bu laf köhnəymiş. Bu arada o videoya buradan baxa bilərsiniz. Harun Məmmədov, Rafin Şimdə Hilal Azədənin ilk videolara baxmışdıq. Ha bu səviyyət serialların başını bırax da. Seni çok seviyorum. Azor deyə, ağlıma indi belə bir dənə ideya gəldi. Blogerləri yəni lap köhnədən çəkdikləri videoları realda canlandırmaya çalışdığımız bir dənə video çəkə bilərik. Ola bilər belə bir şey. Yazmıyorum ben, nətər olar, yazmıyorum ben. Hayta. Bu alemden, bu alemi kaçıştırma. Yaxşı oğlan, heç nəyi qarışdırma. Aha, mən bir şey başa düşmürəm ya. Arxada niyə qorxu musiqisi qoyublar? Humor videosu deyil də qorxu videosuna oxşadı. Belə mənzərəli yerdən ev alardınız. Mənzərəyə baxın hələ. Of, dənəm, Qardaşım, cəmaət bu mənzərəyə baxmaq üçün ölür ya, mənzərədən gülməli olmayan YouTuberlar, Fərəd. Hell is this? Balı qızsız gedirdik deyə gül kimi sevinirdim. Hə, qabağıma çıxan video var belə. Yeni Propes sezonu. Bu Qardaşım, videonu çəkən mənəm. Məni öz videoma etiketləyirsən. Salam əziz dostlar. Deməli, tezləndən tualetə girdim. Oturmuşdum tualetdə. Arkadaşım vaxtı eşitdə gülməli gəlir. Valla bir də gördüm, ayda belə bir şey yoxdur. Bir də gördüm ki, qardaş, xışıltı gəlir. Belə başımı əydim, aşağı baxdım, gördüm nə. İndi sizə göstərirəm, buna bax. Nə oldu ki? Buna baxın dostlar, anamın canı ilan boyda. Yeni qorxunun kilidi açıldı deyəsən. Adam sadəcə masketini TikTok atıb 3000 like alıb. Belə şey olar ha. Sakit durun da müəllimə var sinifdə. Hamı qızıqlanan sinif olur. Müəllimə evə tapşırıq vermişdiniz, onu soruşmursunuz? Müəllim Orxan məndən köçürür. Müəllimə. Pozyan verə bilərsən bir dənə mənə. Yox, mamam qoymur. Müəllimə yalan deyir, gündəlik çantasına gizlətdi, mən gördüm. Mən bir şey başa düşmürəm. Yəni niyə hər kəs eyni şeylər yaşır? Sən öldürəm. Bu qızdan tam eynisindən, eyni belə şey eləyəndən bizim sinifdə var idi. Mən danışa bilmirəm. Bu şey deyirəm, bu şey nədir tam olaraq? Bu iki dənə salladılar beləsinə. Onun adı nədir tam olaraq? O saç stiliyin adı nədir? Danışa bilmir YouTuber ol be. Düz deyirsən, haqlısın. Sənə bir ürək sözüm qalıb, gərək deyim sənə.
Rəşidin toyunda ona deyəcəyim meyxana. Ət 5 ilə pizza yapacaksınız deyir. Gözlə gör. Bu səfər ət 5-dir. Qaqa hər dəfə ət 1 eləməyin. Ət 5 eləyin. 1 2 3 4 5. Rəşidlə Ayzib, Rəşidlə pizza eləsən var ha. Nəysə gəlsin şəkər. O az qalıb gəlməni. Bu ayın axır gələrdi. Siz bilə qalsın. Mən deyirdim ki, nə vaxt gələcəkdi yəni bu qızın videosunu öldürəm. Əvvəl sırf sarışın qızdı deyə videosuna etiketləyirlər. İndi videonda bir dəfə çıxdı deyə ondan sonra yenə onun videosunda çıxdı deyə etiketləyirlər. Siz bu cümləni başa düşdünüzsə əsl fərəz izləyirsiniz. Ölmədən öncə getmək istədiyim yerlər. Aha, Maldivlər. O ana zor su həqiqətən belədir. Yoxsa buna montaj eləyiblər. Çox zor görsən. Kuzey işıqları. Abi çox zor görsən, bu da zordur. Bambu ormanlar. Bu nədən ha? Belə səliqəli deyil həqiqətən ora. Adam ürək sıxlar ya. Fransa, Paris. Fransa var ha, çox şey eləyir. Çox abartılırsan öldürəm. Tayland. Tayland qəşəng görsən bu arada. Ufdan ha. Çox istəyirlər nəsə mən sarım, sən öldürəm. İtaliya maraqlıdır məsələn. Mont Saint Michael arada la. Nəysə uşaqlar lisansla getmək istəyirsiniz yazın yorumlara. Mənim dostumu görəməsən, düşmanı postunu gerisən. Oğlum tarix müəllimi səndən niyə rədd deməyi istəsin ha? Uşaqlar belə də videolar çəkə bilərdim. Məncə halıca şüşələnmə. Mintat söndürüb biraz xəstələnəcəm. PUBG, Free Fire, sonra hansısa bir gamerin zəhmət olmaz. Buna oyun reklamı verən, oyun şirkətinin həqiqətən hansı oyun oynayan biri də Kotin reklam elədiyi gəlib videodan, yəni gelib nəsə alırlar da. Sən bilən söz deyim. Yəni məsələn mən özüm oyun ödənişləri eləyən bir sayt reklamı edirəm. Bu düzdür. Bir insan niyə mənə baxıb məsələn oyun ödənişləri eləyən saytdan nəsə alsın? Atıram Wolf Game-dən niyə Brawl Pass gedib alırsınız mən deməyimə? Çünki mən özüm də Brawl Stars oynayıram. Mən özüm də PUBG oynayıram. Mən özüm də YouTube Premium işlədirəm. Buna görə də sizə bir yer tövsiyə eləyirəm. Bu adam Brawl Stars oynamır, bu adam PUBG oynamır, bu adam heç nə eləmir. Gedib buna niyə reklam verirsiniz? Allah, həqiqətən mən çatmır məsələmdir. Nəsə özür dilərsiniz. Mən maraqlı deyil. Siz gedin amma hər şeyi dolfgame.com-dan alın, başım buraxın belə şeylər. Cəsarətin varsa, ha kimə yenə aşkım deyirik? İkinci başına qardaşım deyir. O Tuncay çıxdı. Tuncaya qardaşım deyərəm mən. İslamın var ha. Heç öz səhifəsi belə deyil. Vorex Azərbaycan bayrağı adlı bir səhifə paylaşıb da yəni bu videonu. Özü sən bilən söz deyim buna bax bir dənə. Bax bu səhifəni full görürsüz. Full İslam videosu. Bu nə lan? O bunu videoya qoyamıram. Bunu qədər. Ay Allah, yaxşı lazım deyil. Bu nə videolardır belə etdiniz ha? Yayda alça oğurlama operasyonuna yığılan qrupun dizlik. Aha. Planı quran. Atam malı kimi belə. Kim seçer deyim ki verən. Budaq yerinə seçer. Arada. Siz ansız uşaqlar, mən axırıncıyam. Heç bir qatısı olmayıb, hamısı gülə. Bu videoya dünyanın ən gözəl qızını etiketləyin desəm. Qız deyir. Qız bilsən nə tar olur? Mən də bilmirəm. Ay bəs də sizin hamınızın ət biri də mənəm, ət ikisi də mənəm, ət üçü də mənəm, hər şey mənəm, mən başım çıxmır. Yenə işlədi. Bu nədir la? Bu neçənci ilin videosudur? Çox fərqli görsən. 5 gün əvvəl atıb ya. Babayla zor ya. Bir Esra gedir, bir Red Bull gəlir. Benzin sizlərlə izləsən öldürəm ya. Özümüz bilərik. Sən kimsən necə nəsə söz deyirsən? Al yaxşı eləyir, o bilər, mən bilərəm. Ay şakal. Deyir yığma da var. Hə. Atonu bırak. Bu yaxşı idi. Bu qaqaşlardan gözlənilməyəcək qədər yaxşı bir performans. Şöyle evin içində bu oda, PlayStation 5, havuz, balkon, mutfaq. Amma ət 3 ilə qalacaq. Ay dədə var Allah, Yusuf gəlsin də. Qardaşım sana olar Yusuf gəlsin. Raysa gəldi. Yoxsa şokolad? BMW M4 yoxsa şokolad? Uşaqların şokolad deməsi çox məntiqlidir. Çünki zaten 1 milyon dollar verə bilməyəcəksən, BMW M4 verə bilməyəcəksən. Uşaq olmasa şokolad yesin, yəni başa düşürsən. Xərəfət edir yavaş. Xərəfət edir nə də? Allah Azərbaycan xariclərə normalda birini söyüş elədilər. Bu səbəb bunların medixana ödədilər deyəsən. I just get so nervous. Hər şey qoydum bir qırağaya. Video 140 pikseldir. Allah'ım beni sevmiyor. Bu ana. Bunların işler tam kedi masa. Bu da onların APK versiyasında nədir bu belə? Oha! Bax elə qardaşım, qabağına hər çıxan video məni etiketləyirsən. Bax elə, bax. Bax girirəm səni engelləyirəm. Baxın uşaqlar, məni qabağınıza çıxan hər videoya etiketləməyin. Bax yoxsa bu adam kimi siz də engelləyəcəm. Bax çox ciddiyəm, yəni çoxun belə engellləmişəm. Sonra deməyin ki, niyə Fərəzin səhifəsini görəmirəm. Sizdən video çıxmıyor, ona görə deyirəm. Avtobusda qabağımızdakı qıza toxunmamaq üçün arxamızdakı dayı ilə qurduğumuz münasibət. Abi efirdə gör nələr paylaşırlar, sən öyle deyirəm deyə. Ondan sonra deyirlər sosial media insanlar poz. Sosial media poz belə qardaşım, televizor daha çox pozur, inanırsan mən. Bu gün mənə fermadan bir dənə balaca donuzun qaçdığını dedilər. Amma narahat olma. Sənin yer ver, heç kimə demədim. Yaxşı zarafat idi, yaşıldıq. 5 yaşlı uşağın YouTube kəşfiyyətinə oxşayır, sən öyle deyirəm.
Allah xoşbəxt eləsin. Ya bilim Kayucudur. Ne diyeceksin ya göster. Sesinizi duymuyorum hep burada. Çivile bıyıklarını kesmiş bıyıklarını. Çivile? Ha? Bu necə bir ortamdır lan? Ha, sən Allah bu necə bir ortamdır? Rəş gəlindən sonra belə bir ortam yaradacaqsan, öyle deyirəm. Bura evdə vəziyyət nətərdir? Ha brat evde ne brat tersamay Allah dəyişik. Bura olan şeydir, fikir vermə. Yox fikir vermək də öyle brat doğrudan da yani tersamay Allah'tır. Nətər tərsamay Allahdır. Allah damla saat 12'de damla olur. Uşaqlar yığıb çağırıbdı, para lazımdır. Mən gedirəm Ay saat 12'de ben senin yoldaşına mən getməliyim. Sen damla olursan. Eşə bəsdir, mən gedirəm dablo oynam. Ay kardeş bu ne xarabada. Ay mama sen ne inirsən? Bak işte sağla, 5 dəqiqə vallahi oturmuşdum oynamağa. Gedirəm indi dərslərimi oxumağa. Bildim ay mama oyna da yani dersin yok. Sen ben okumalıyım. Ben sen o... Cem indi şeiri əzbərləyib gəlsən danışıram. Ay mama ne şiir sen şiir ezberleyen baktığında kardeş sen niye ders okuyorsan? Ay Allah bu ne ders ama ay Allah evde ben düşmüşüm ben. Sen ne varsan? Yaşıyorum. Hayata hamamda neyisi geçeceksen çəkirsən cəhənnəmə. Məndən niyə gizlədirsən? Mən sənin oğlunam. Mənim siqaretimdə Akifin siqaretdə. Akif qalıb məncə. Ay qardaş çəkirsən çəkdən. Mənə niyə deyir? Ay bu nə? Mən blogerim qardaş. Ay nə bloger? Nə tər yəni? Çıxırıq da mənə. Kontak fan düşürəm sən. Ay nə kontak falan düşürəm. Zibilə düşmüş. Bu arada çox maraqlı videoydu, çox maraqlı ideyadır. Yəni çox xoşuma gəldi video, qəşəng like atdım buna. Prosta adamlar özləri paylaşmırlar, deyəsən başqası var adamlarla paylaş. Orada heç nə demə. Nə istəsən verəcəm. Maşın istəyirəm. Birini də istəyirəm. Daha böyüyünü istəyirəm. Scooter də istəyirəm. PlayStation istəyirəm. Abi sizden bir istəyirəm. Nazı qudurdun ha. Elə? Aldım. İstəyirəm. Bəsdir da, yığmışam məni boğaza. Get nə istəyirsən de. Nə var hamısını danışacağam. Ata, ay ata. Ay bala, nə olub? Bir-birinizi niyə görürsünüz? Ata. Yaddan çıxdı. Ne eləmişdin sən? Bu arada qardaş dediyiniz insana belə sirri demirsiniz uşaqlar. Bu arada qardaşa deməyə bilərsiniz, ancaq dostunuza deyə bilərsiniz. Çünki niyə belə olur bilmirəm, ancaq dostunuz qardaşınızdan daha güvənir bir insandır. Nəysə inşallah bu video bu qədər. Ümid edirəm sevdiyiniz bir video olmuş. Daha çox etiketlədiyiniz videolara baxmamı istəyirəm. Bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videoda görüşmək üzere. Tamam.